Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Real Təhlil İnformasiya Mərkəzi təqdim edir. Azərbaycan dilində danışan hər kəsə salam. Bugün sizə rəqəmlə yazılan sayların şəkilçi qəbul eləməsindən danışacağım. Yəqin ki, sizdə də sual yarandığı vaxtlar olur. Məsələn, 5-ci sözü rəqəmlə yazılarsa, 5 rəqəmindən sonra şəkilçi necə olacaq? Bir çoxları 5, ardınca isə inci şəkilçisini yazırlar. Bu doğru deyil. Ərəb rəqəmləri ilə yazılan sıra sayılarında inci şəkilçisi ixtisar olunaraq C kimi yazılır. Məsələn, birinci, gördüyünüz kimi 9-cu. Bəzən səhvən Roma rəqəmlərinə şəkilçi artıranlar da olur. Lakin bu rəqəmlər sıra ifadə elədiyinə görə onlara inci şəkilçisi artırılmır. Üçüncünü bu şəkildə yazmaq doğru deyil. Məsələn, 9-cu da şəkilçi ilə deyil, sadəcə Roma rəqəmi ilə yazılır. Rəqəmlə yazılan miqdar sayılarına mənsubiyyət, hal, xəbərlik şəkilçilərindən biri qoşulduqda həmin şəkilçi olduğu kimi yazılır. Onlardan 7-si saat 5-ə kimi, saat 3-dür misallarında doğru variantı görə bilərsiniz. Onlarla, yüzlərlə kimi qeyri-müəyyən miqdar sayıları isə yalnız sözlə yazılır. Ana dilimizin saflığını qorumaq, bu dildə səlis danışmaq hər birimizin vətəndaşlıq borcudur. Redaktor verilişini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Real Təhlil İnformasiya Mərkəzi təqdim etdi.